Həzrət Əli əleyhissalamı adi bir ədalətli insan kimi qəbul edənlər nə çox. Həzrət Əli əleyhissalamı səxavətli insan kimi də qəbul edənlər çox. Möminlərin əmiri kimi də qəbul edən insanlar çox. Amma nə qədər insan Həzrət Əlini hüccətullah olaraq Allahın hüccəti, yəni o kəs ki, onun dediyi söz eyni ilə Peyğəmbərin dediyi sözdür. Necə qəbul edirlər? Bu cür hər kəs qəbul edir. Həzrət Əli əleyhissalamı meydanların aslanı kimi qəbul edənlər çoxdur. Əsədullahil qalib, Allahın məğlub edilməz aslanıdır Həzrət Əli əleyhissalam. Bu qədər? Yox. Əsas o söz var, əsas söz. Hüccətullah. Həzrət Əli Allahın hüccətidir. Yəni imamdır, məsum imamdır. İtaəti vacib olan bir imamdır. Kim bunu bu cür qəbul edir? Bu cür qəbul eləmək lazımdır.